Gözəl indi yağış yağacaq. Neçə nəfər seçilir? Bu günə limit 50 nəfər qoymuşuq. Çünki çox adamla danışa bilmirik. Vaxt yox. Yəni o gün son hardasa bir həftə ərzində 70-ə yaxın adamla danışmışıq. Keçmişdi qeydiyyatdan deyə. Yaxın 3-4 gün ərzində. Onlarla da çox uzun uzadı danışa bilmirik. 30'a yaxın limitimiz qalıb bugün keçməyə. Və qeydiyyatdan keçənlərə də Green Card qeydiyyatı tam pulsuz olacaq. Bax bunu mən deyirəm, istəyirsiniz ekran kaydı götürün. Kim ki bizim saytın qeydiyyatını tamamlayacaqsa başvurunu müraciət eləyin. Green Card loteriyasında da tam doldurma, parolunuzun sizə verilməsi, şifrənin verilməsi tam pulsuz olacaq. 24 manat ödəyirsən, həm müraciət edə bilərsən, həm viza haqqında sual verə bilərsən, həm Green Card'ın pulsuz doldurulacaq. Yəni hamısı onun içindədir. Vallahi deyirəm, gedib Azərbaycanda 11.000 verib Nicar kimi adama qazdanmaqdansa, ən azından qoy qazdanmaq fikir etsəsə, yoxdur, qoy mən qazdım sənə. 24 manat qazdanmaqdır. 11.000 manat ona vermək qazdanmaqdır ama. $20 nəfərə yaxın adam qalıb. Keçiblər. Amma keçənlər bir dənə plus atın bura. Çox adam keçib. İşçi yazır mənə, çox adam keçib. Deməli, xeyri var. Sabahları şəxsən mən özüm danışacağım. Öpürəm sizləri. Sabahları şəxsən sizinlə özünüz, mən tək mesaj yaza bilərsiniz bu günləri oradakı nömrəyə ki, qeydiyyatı tamamladım. Ya Adillə danışmaq istəyirəm, ya Əli ilə, ya İkisi ilə eyni vaxtda danışmaq istəyirəm, orada müraciət yerində yaza bilərsiniz. Sabah keçə bilərəm. Sabahları keçərsən, bir gün zəng gələcək sənə. Sabaha yer yoxdur 50 nəfərdən başqa, çünki yer sayımız məhdud dərəcədədir. Və qiyməti çox az qoymuşuq, dəhşət çox adam müraciət edir. Green Card qeydiyyatına yaxın olanda ya $50 eləyəcək qeydiyyatı, ya da 50 manat eləyəcək. Çünki hədsiz çox adam başvuru eləyir və onları bir Green Card qeydiyyatından da keçirmək hədsiz zaman alan bir şeydir. Yəni bir adama en azından bir yarım saat vaxt gedəcəksə tək qeydiyyatını doldurmağa, onunla həm danışmalısan, sənədləri soruşmalısan falan eləməlisən, bunlar uzun zamandır. Bunları da işçilər eləyəcək deyə çox adam eləyə bilmirik. Yəni əlimizdə bir şansdır. Avropa vizalarda çox asanlıqla alınır. %99% garanti veririk. Atqaz alma şansımız 0,1 dərəcə falan da 1%dir. Yəni belə deyək. Çünki Avropa vizaları asan alınan bir şeydir əslində. Sadəcə doğru düzgün sənəd yığmalısan. Doğru düzgün sənəd yığanda, düzdür, özün də gedib verib müraciət edə bilərsən, amma yer götürmək, daha qısa zaman ərzində almaq, bunu ancaq şirkətlər eləyə bilir. Yəni sən özün gedib başvuru eləsən, 3 ay ərzində sənə yer verirlər ya verməzlər. Biz ən qısa 1-2 həftə ərzində barmaq izini təşkil edirik və yaxın 10-14 gün ərzində də vizalarımız gəlir. Səhifə 10 azlığına təcili satılır. Səhifə deyil, səhifədir. Sən yazarsan mənə şəxsində 10 manat ataram sənə, bir də satışda da eləməsən Allah. Yəni 10 manat nəyə təcili lazım ola bilər? Nə? Yarım kilo et alırsan. Bir də ki, Azərbaycan diplomlarımızla dünyanın heç yerində işə götürülmürsünüz, bunu bilin. Azərbaycan diplomumuz öz ölkəmizdə işə yaramırsa, dünyanın heç yerində işə yaramır. Burada misal üçün bankda işləmək üçün 4 il universitet oxumağa ehtiyac yox. Burada bankda işləmək üçün gedib 2 ay, 1 ay kurs oxumaq kifayət edir. Yəni kurs oxuyub gedib bankda işləyə bilərsən. Necə əlaqə saxlaya bilərəm sizlə? Qeydiyyatı tamamla, buradakı qeydiyyatı. Sabahları mən özüm əlaqə saxlayacağım. Kestim ama 25 manat yoxumda qaldı.
Bu gülməlidir, bu ağlamalıdır ki 21-ci əsrdə, 2026-cı ildə sənin cibində 25 manatın yoxdur. Yəni axırda da gülməyə atmısan, yəqin öz 25 manat olmamağına gülürsən. Az öncə mən göstərdim ki 30 manat tək siqaretə verdim və bunu hər gün verirəm. Yəni o gülməli vəziyyət deyil, o ağlamalı vəziyyət. Əgər sən öz ağlamalı vəziyyətlə gülürsənsə, bunun paçkası 30 manat. Yəni bir gənc olaraq yəqin ki sən gənc adamsan, 80 yaşın yox. Yəni 25 manat olmamaq insanın cibində utanc verici bir şey. Yəni ona da gülə bilirsənsə, səndən xoşbəxt adam yoxdur. Mən misal üçün yata bilməzdim səhərə qədər ki, cibimdə 25 manatım olmasın. Yəni dükana gedirsəm, cibim bir şey görsən, ürəyindən kəsə almaq istəsən, ala bilmirsin. Səncə Azərbaycanda uni oxumaq nə qədər ağlıdır? Məsləhət görüm ümumiyyətlə universitet oxumaq. Ağıllı adamlar universitet oxumur. Universitet oxuyan adamlar, oxuyarsan, Harvardda oxuyarsan, Bentley Universitetində oxuyarsan, nə bilim, Brandly Universitetində oxuyarsan, Tufts'da oxuyarsan, hə, Bakı dövlətdə oxuyub nə etsən? Bankda 500 manata işləyəcəm maksimum. Yəni sənin orada 4 il universitet oxuyan adamın aldığın maaş mənim heç siqaret pulum eləmir. İndi özüm fikirləş. Qeydiyyatdan tamamlayın. Mənim hardasa yarım saat vaxtım var. Yarım saat ərzində qeydiyyatdan 30 nəfər də olsa, 25 nəfər də olsa fərq eləməyəcək. Mən sabahları onlarla əlaqə saxlayacağam. Bu günləri qeydiyyat eləyənlər. Çünki zaten qeydiyyata düşür. Çünki iş başlayır. Mən burada itirdiyim zamana, yəni sahada 40 dollar pul itirəcəm. O da mənə sərf eləmir. Yəni 5 işin yaxşı olan vaxtıdır. Bu proqramı açacağam, görəcəksiniz. Ona görə çox burada qala bilmirəm. Ona görə də axır vaxtlarda çox da canlı yayına vaxt ayırmıram. Az pulmat ölçədən çıxışı bağlaya bilmirəm. Nə? Vizam az saatində qeydiyyatdan. Vizam az saati deyə bir şey yoxdur. Keçmirsən qeydiyyatdan, əzəb eləmirsən. Vizam azdır. Get danışarlar səndən inşallah. Vizam az. Alam, təzə saatdir. Türkiyədə yaşayıram. Türkiyədə yaşayırsansa, konsulluğa gedib Azərbaycanda barmaq izinə girməlisən. Bak. Vizam azmaz deyə bizdə qeydiyyat yeri yoxdur. Viza şirkətimizin saiti rəsmi orada yazılır. Düzgün oxuyub yaza bilmirsə o bizim problem deyil artıq. Viza almaq üçün nə sənədlər tələb olunur sizcə? Mən burada bayaqdan dəvə götü yağlayıram. Keç qeydiyyatdan, sabah zəng vur mənə, mən sənə tək-tək deyim nə lazımdır. Saatıma mənim 40 dollarımı verəcəksən, burada sənin suallarına cavab verim. Verirsənsə əgər, okey, mən burada sənin suallarına cavab verim.